Salam əziz tamaşaçılar, Səmimi Söhbət rubrikasında hər birinizi xoş gördük. Mən Nuray sizinləyəm. Qonağım isə iş xanımı Sənanə Əsgərovadır. Sənanə xanım, xoş gördük sizi. Xoş gördük. Bu soyuq havada əhvalınız necədir? Soyuq hava təəssüf ki, bizim əhvalımızı biraz aşağı salır. Çünki mən günəşi sevən insanam. Amma iş gözləmir. Ona görə də iş üçün çıxmışıq. Birinci sizin yanınıza gəlmişik. Təşəkkür edirəm dəvətiniz üçün. İkincisi isə buradan sonra da işimizin dalınca gedəcəyik. İstəyirəm Sənanə xanım, sizinlə lap əvvəldən başlayaq. Ümumiyyətlə tutduğunuz yol hardan başladı? Birinci onu deyək. Tutduğum yol əslində ondan başladı ki, Azərbaycan mentalitetini nəzərə alsaq, hal-hazırda artıq 7-8 ildir bu sahədə və marketinq sahəsində işləyirəm. Marketinq sahəsi biraz qadınlar üçün, ümumiyyətlə xanımlar üçün Azərbaycanda biraz çətindir iş qurmaq, öz şirkətinin olması və s. Məndə hər şey balaca addımlardan başladı və ailəmin biraz dəstəyi olmadı. Dəstək olmadılar ki, yox, nə işdir, lazım deyil, işləmə, biz sənin üçün eləyərik və s. söhbətlərindən. Mən də təbii ki də dedim ki, yox, mən göstərdim ki, onlayn işləyərək başladım bu işə. Onlayn işləyərək göstərdim ki, hə, sən demə, onlayn işləyəndə də biz artıq gördülər ki, işləmək istəyir, gördülər ki, yox, mən dayanmayacağam və ondan sonra yavaş-yavaş icazə verdilər işləməyə. Və mən əslində, mənim iş yolum marketinqdən kəsişdi, hər hansı, belə deyim, bir kursuydu. O dövrdə, belə deyim, ayrılmışdım, bir övladım var idi və Azərbaycan mentalitetini nəzərə alsaq, təəssüf ki, yox, lazım deyil ki, o nə deyər, bu nə deyər sözləri ilə demişdilər ki, yox, sən getmə işləməyə. Sonrasında yavaş-yavaş artıq başladım işləməyə. Birinci iş yeri mənim başladı kursla və kursda mən həm, belə deyim, idarəçi idim, həm sosial media marketinq mütəxəssisi kimi başladım və rus dili müəlliməsi idim. Və bir dövr mən elə işlədim, amma sonra gördüm ki, orada mən daha irəli gedə bilmirəm. Təəssüf ki, mən, belə deyim, görəndə ki, artıq hardasa qısıtlanıram, mən orada dayana bilmirəm. Ona görə də mən başladım onlayn şəkildə sosial media marketinq işini davam etdirməyə və rəhbərə bildirdim ki, mən çıxmaq istəyirəm işdən. Və artıq o dönəmdən, o vaxtı o işdə işlədiyimiz bir dostlarımız var idi. Onlarla birlikdə şirkət qurmağa qərar verdik. Birinci üçümüz başladıq. Sonra 3 il fəaliyyət göstərdik və 3 il fəaliyyət müddətində bəzi şeylər yaşandı aramızda və ayrılmalı olduq. Və mən artıq 2 ilə yaxındır ki, tək başına şirkət rəhbəri kimi fəaliyyət göstərdim. Sənanə xanım, Azərbaycan biznesində qadın iş xanımı olmağın üstünlükləri və çətinlikləri? Çətinliyi desək, gəlin çətinlikdən başlayaq. Çünki düşünürəm ki, çətinlik daha çoxdur, nəinki üstünlük. Çünki Azərbaycanda biraz qadın olaraq iş xanımlarına çox ciddi baxmırlar deyə düşünürəm. Düşünürlər ki, o bizdə dediyim kimi düşüncə var. Çox şükür ki, düzdür, indi biraz formalaşıb, biraz irəli gedib, amma yenə də düşünürlər ki, qadın işləməz, qadın ev xanımı olar və ya qadın getsin hər hansısa bir yerdə, ya həkim olsun, ya müəllim olsun. Hələ də təəssüf ki, bu düşüncələr çoxdur. Amma yenə də mən sevinirəm ki, günü-gündən artıq iş xanımları artır, öz işlərini açırlar və ya hər hansısa şirkətdə böyük vəzifələrdə yer alırlar və artıq çətinlik olaraq daha çox mentalitetin baskısıdır deyə düşünürəm və ailəsinin dəstəyi olmaması ola bilər. Daha çox bunlar deyə düşünürəm və hətta bəzi yerlərdə, məsələn, sürücülər, sürahinələr belə deyim, Azərbaycanda biraz buna da yaxşı baxmırlar hələ ki, baxmayaraq ki, qadınlar çox artıb artıq sürücülər və yenə də yəni biraz diqqətsizdirlər, yox, yaxşı deyirlər və s. düşüncələr hələ də qalıb insanlarda və kişi üstünlüyü təəssüf ki, Azərbaycanda hələ ki var. Bəlkə bəzi yerlərdə bu yaxşı bir şeydir, amma bəzi yerlərdə artıq bunu qırmaq lazımdır deyə düşünürəm. Amma üstünlük olaraq bildirsək, mən düşünürəm ki, belə deyim, qadın iş xanımlarının göstərə biləcəyi nümunə çox üstün bir şeydir. Çünki, məsələn, mənə və ya başqa iş xanımlarına baxan başqa bir ev xanımı və ya ola bilər, o da ayrılmış, hal-hazırda yaxşı vəziyyətdə olmayan bir xanım ola bilər. Həm psixoloji tərəfdən, həm maddi tərəfdən motivasiya almış ola bilər. Və ən böyük üstünlük düşünürəm ki, budur. Çünki hər bir xanım həm maddi, həm mənəvi cəhətdən üstünlüyə və ümumiyyətlə gələcəkdə layiqdir ki, hər şeyin ən yaxşısına belə deyim, layiqdir. Ona görə düşünürəm ki, ən böyük üstünlük budur ki, biz özümüzü göstərərək daha çox başqalarına nümunə ola bilirik. Necə oldu bu qədər çətin işin öhdəsindən gələ bildiniz? Mənim qarşıma qoyduğum bir məqsəd olduqda və həm insanı buna vadar eləyən məcburiyyətlər var, məsuliyyətlər var və qoyduğun məqsədlərə çatmaq istəyəndə sənin başqa çarən olmur. Yəni, bəlkə də çox insan bunu deyər, amma həqiqətən də insanın başqa bir çarəsi olmayanda o məcburdur bunu eləməyə və mənim övladım var 9 yaşında, fiziki və zehni inkişafdan geri qalmış bir uşaqdır. Ona görə də mən onun sağalması üçün maksimum dərəcədə hər yerə əl atmağa başladım və təbii ki,
əl atsan, hər yerdə maddiyyat lazımdır. Bu maddiyyatı da sağlamaq üçün mənə çoxlu işləmək lazım idi. Və bu iş yavaş-yavaş gətirdi, çıxartdı məni ki, mən artıq öz şirkətimin sahibi oldum və artıq çox böyük şirkətlərlə işləməyə başladıq. Məvaciblər yavaş-yavaş artdı və bunların hamısı mənim üçün çox böyük dəstək oldu. Bəs Sənayə xanım, insanları idarə etmək və yönləndirmək əslində çox çətin bir işdir və insandan çox güclü psixologiya tələb edən bir işdir. Bunu necə bacardınız? Əslində mənim işlədiyim sahə belə bir sahədir ki, mən istənilən sahə haqqında bilgiyə sahib olmalıyam. Çünki işlədiyimiz şirkətlər fərqli sahələrdədir və onların haqqında məlumat əldə etmək hamısı da insanla işləməkdir. İnsanlarla işləmək üçün sosiologiya və psixologiyanı bilmək çox önəmlidir. Çox yaxşıdır ki, təhsilimi alanda həm uşaq, həm böyük psixologiyasını öyrənmişəm. Əlavə həyat təcrübəsi deyə bu da üstünə gəlir və hal-hazırda 15 nəfərlik komandam var və bu 15 nəfərlik komandada 90% xanımlardır və xanımlarla işləmək daha çətindir. Çünki hər kəsin, bilirsiniz necə, bəylərdə psixologiya tamamilə həqiqətən fərqlidir. Mən düşünürəm ki, xanımlar daha məsuliyyətlə yanaşır işinə. Biraz bəlkə də bəylərin xoşuna gəlməyəcək bu söz, amma xanımların işinə məsuliyyətlə yanaşmasını sırf bunu görərək mən həqiqətən də daha çox xanımlarla işləmək üstün tuturam və hər kəsin başqa bir istəyi var, hər kəsə fərqli yanaşmaq lazımdır. Biri ilə danışırsan bir sözü, digəri ilə artıq danışa bilmirsən onu, çünki onun anlaması fərqlidir və ona görə də hər kəsə diqqət eləməlisən ki, bu insanın xasiyyəti və anlayış səviyyəsi nə dərəcədədir, digərinki nə dərəcədədir və maksimum dərəcədə hamıya fərqli və özəl yanaşmağa çalışırsan. Həqiqətən çox çətindir, yəni insanlarla işləmək ki, var əməkdaşları yönətmək, insanlarla həm işləyirsə, həm onlara yön verməyə çalışırsan, gələcəyi ilə bağlı dəstək olmağa çalışırsan, həm də ki, işlədiyimiz insanlarla da bir ayrı çətindir işləmək. Siz qeyd etdinizsə, həm övladınız var, həm iş sahəsində artıq bir qədər uğura nail olmusunuz, bir xeyli uğura nail olmusunuz deyərdim. Vaxt bölgüsünü necə aparırsınız? Vaxt bölgüsü bəzən çox çətin olur. Çünki əsasən də nəyə vaxt ayıra bilmirsiniz soruşsa, sözümə vaxt ayıra bilmirəm. Çünki maksimum dərəcədə həftə içi, hələ ki bir neçə gün, məsələn, övladımın reabilitasiyası ilə məşğul oluram. Yəni günümü elə bölüşdürmüşəm ki, hər gün üçün övladıma səhərlər vaxt ayırmağa çalışıram. Gündüz və axşam saatlarında bəzən olur ki, 11-də, 12-nin yarısı və ya 10-da getməli oluram evə. Çünki iş qalır, əlavə olaraq dərs də deyirəm. Ona görə də hamısı üst-üstə gəlir və maksimum dərəcədə mənim yəni planım, bir həftə öncədən bir plan yazıram özümə, hansı görüşlərim, saat dərslərim və övladımın hansı saatda aparıram və ona uyğun hər həftə öncədən mən artıq gələn həftənin planını bilirəm və bu planla mən artıq neçə ildir işləyirəm və düşünürəm ki, insanın həyatı planlı şəkildə olmalıdır və əgər ki, araya hər hansısa bir başqa bir iş girirsə, artıq birazcıq alt-üst olur və məcbursan ki, onu ayarlayasan ki, axşama qədər hər şey yaxşı getsin. Maksimum dərəcədə planlamaq deyə düşünürəm. Baxın, bugün baxdığımızda daha çox insanlar 4 illik təhsil alır, diplom əldə eləyir, lakin o diploma tərəf belə baxmırlar. O diplomu önəmsəmirlər və başqa sahələrə üz tuturlar. Bəs bir biznesi bilən, bir sahibkar xanım kimi bugün biznes qurmaq üçün diploma ehtiyac varmıdır sizcə? Mən düşünürəm ki, bizim diplomumuz maksimum dərəcədə bizə təcrübə olaraq dəstək olur. Yəni, diplomun üz qabığı deyil də, diplomu almaq üçün keçdiyimiz yol bizim üçün daha önəmlidir. Mən özüm hal-hazırda əlavə olaraq universitetə qəbul olmuşam və təhsil alıram. Amma bu universitetə qəbul olub təhsil almam sırf o diplomu alım deyə deyil. Mənim orada alacağım biliklər və təcrübələr mənim üçün önəmlidir. Ona görə də diploma sadəcə kağız kimi baxmaq və ya onu hardasa göstərmək kimi baxmaq deyil də, daha çox o müddətdə, o diplomu almaq üçün keçirilən müddətə baxmaq lazımdır ki, o dövrdə nələr ala biləcəksən. Yəni, gənclərə deyək, özümüz də gənc olsaq da, gənclərə tövsiyəmiz nə olsa deyərdiniz. Mənim tövsiyəm o müddətdə sırf diploma odaqlanıb da, mən diplomu almaq istəyirəm, gələcəkdə mənim də diplomum olsun deyil də, daha çox o müddəti yaşayıb keçirmək. Yəni, maksimum dərəcədə hər yerə qatılmaq, forumlar olsun və s. Fəal iştirak etmək. Fəal iştirak. Həqiqətən də fəal iştirak çox önəmlidir. Çünki o dönəmdə çox, belə deyim, təcrübələr qazanırsınız. Mən özüm əslində subbakalavr bitirmişəm, yəni kollec məzunuyam və indi bundan sonra hal-hazırda ali təhsilə müraciət etmişəm və artıq ali təhsildə xarici təhsil alıram və düşünürəm ki, dediyim kimi maksimum dərəcədə diplomun üz qabığına deyil də o diploma çatacaq olan yola baxmaq lazımdır. Maksimum yəni bu. Biznes üçün diploma ehtiyac varmı? Düşünürəm ki, xeyr, amma diplomun bizə qazandıracaqlarına ehtiyac var. Ona görə diplomun deyil də, yəni o müddətin bizə qazandıracaqlarına ehtiyacımız var. Ona görə də maksimum dərəcədə həmən o dövrə
sadəcə diqqət etmək lazımdır. Səlinə xanım, idarəçilik sisteminizdə dəyişməyən qanununuz varmı? İdarəçilik sistemində dəyişməyən qanun düşünürəm ki, daha çox sırf insani yanaşmağımdır. Mən emosional insan deyiləm və maksimum dərəcədə mən məntiqli şəkildə yanaşıram situasiyaya və bu düşünürəm ki, biznesdə emosiyaları söndürmək lazımdır və maksimum dərəcədə buna diqqət etməyə çalışıram. Çünki ola bilər əməkdaşla problem yaşamış ola bilərik və ya olsun müştəri ilə problem yaşamış ola bilərik. Mənim müəllimim demişdi mənə ki, biznesə küsmə. Ona görə də maksimum dərəcədə emosiyalarımı tam söndürməyə çalışıram. Ona görə də yəni bu maksimum dərəcədə sadəcə emosiyalarla hərəkət etməmək. Bu mənim üçün yəni əvəz edilməz qaydadır ki, plan həmçinin bayaq dediyim kimi necə ki günümü planlaşdırıram, işimi də planlaşdırıram və sistemləşdirmək çox əhəmilidir. Əgər ki bir biznesdə və işdə sistem yoxdursa ki, biz çox sahibkarlarla işləyirik və çox təəssüf ki, Azərbaycanda tam anlayış yoxdur ki, biznes necə qurulmalıdır. Yəni hər kəs sadəcə pulum var, nəsə düşündüm, gəl biznes qurum düşüncəsindədir. Əslində isə biznes kənardan görüldüyü kimi asan deyil və onu idarə etmək, əməkdaşlar işə götürmək, onlarla ünsiyyət qurmaq həqiqətən çox çətindir. Ona görə də biznesə sadəcə dırnaqarası baxıb da pulum var, açıram düşüncəsi ilə eləmək düzgün deyil. Maksimum dərəcədə onu anlamaq, biznes necə qurulur, hansı addımları var, onları keçib də sonra artıq dəqiqləşdirmək ki, mən bu biznesi istəyirəm yoxsa yox. Sistem olmadan və emosiyalar işdə varsa, o iş getməyəcək deyə düşünürəm. Bu mənim özümə əslində çox maraqlıdır. Bir qadının uğur qazanmasında ona özü lazımdır, yəni özünə inanması lazımdır, yoxsa kənarın dəstəyimi? Özümdən nümunə gətirəcəm. Təəssüf ki, mənə heç kim inanmadı zamanında. Həqiqətən də sırf işimə dəstək olan heç kim olmadı ki, sən bacaracaqsan, biz sənin arxandayıq, gəl sənə dəstək olaq. Bu sözü mən heç kimdən eşitmədim. Sadəcə işi qurduğum adamlardan o dəstəyi aldım ki, onlar da mənim düşüncədə olan insanlar idi və biz birlikdə şirkət qurmaq istədik. Amma deyim ki, ailəmdən sırf biz sənin arxandayıq sözünü almadım, amma onu almasam da, məsələn, övladıma baxmaq lazım idi, övladıma dəstək olurdular, baxırdılar. Çətinliklər yaşayırdıqmı? Yaşayırdıq. Amma yenə də sırf o dəstək olaraq həqiqətən də, yəni tək başına heç kim yanında yoxdursa çox çətindir və dəstək təbii ki də lazımdır deyə düşünürəm. Yəni tək başına bəli, mən çox rahatlıqla deyə bilərəm ki, heç bir dəstək olmadan bura gəlib çıxmışam. Kimsə mənə əl uzatmayıb, kimsə mənə dəstək olmayıb. Dediyim kimi zamanında şirkət qurduğum şəxslərlə bir dəstək almışıq. Sonrasında isə mən tək başınayam və hal-hazırda heç kimdən dəstək almıram və başda təbii ki də və hələ də təbii ki davam edən ailəmin dəstəyidir, anamdır, atamdır, qardaşımdır, belə deyim, ən yaxınlarımdır. Bunlardan dəstək almasaydım zamanında və bu dəstək baxmayaraq ki, yenə də deyirəm, bu sən bacararsan, sən eləyərsən tipində motivasiya olmasa belə, yenə də övladıma baxmaq olsun, nə bilim, evin bəlkə hər hansısa, yəni paltardır, yeməkdir və s. bu tipli şeylər həqiqətən tək başınasansa, bu çətindir bunu idarə etmək. Müddət keçdikcə bunu bacarırsan, amma başlanğıcda düşünürəm ki, çox önəmlidir. Və son olaraq istərdim ümumi gənclərə tövsiyələriniz və xüsusilə xanımlara. Xüsusilə xanımlara. Mən bunu deməyəcəm ki, heç kimin sözünə baxmayın, siz bacararsınız və s. başqasının sözünə baxmaq lazımdır. Xüsusilə düşünürəm ki, böyüyümüz olan valideyn deməyəcəm buna. Bəzən bəzilərinki valideyndir, bəzilərinki bəlkə qardaşıdır, bacısıdır. Ona görə də böyüsü olan və güvəndiyi şəxs kimdirsə, yəni sadəcə bir şey deyəcəm, inanın ki, onlar sizin yaxşılığınıza deyil. Heç vaxt heç bir sizin yaxınınız sizin pisliyinizə və ya yox sən bunu eləmə və s. qarşınıza almağa çalışırlarsa, təbii ki, sizi qorumağa çalışırlar deyə düşünürəm. Təbii ki də siz orada bir işıq görürsünüzsə, davam eləyin. Amma o yanınızdakı insanları da qulaq asaraq davam eləyin. Çünki sizin görmədiyinizi onlar görə bilərlər və vaxtında bəzi situasiyalara bağlı mənə deyilən sözlərə mən qulaq asmadım deyə, bəlkə də sonra bəzi şeylər başıma gəldi. Amma sıfırdan başlayan bir şəxsdirsə, düşünürəm ki, sadəcə hər hansısa bir məqsəd qoyub davam etmək lazımdır. Əgər ki sizin sadəcə eləmək istəyirəm düşüncəsindəsinizsə, siz bunu bacarmayacaqsınız. Hər hansısa bir məqsədiniz varsa, hər hansısa məsuliyyət götürmüsünüzsə üstünə, o məsuliyyət üçün və o gələcək üçün siz bunu eləməyə çalışacaqsınız. Amma boş-boşuna mənim də şirkətim olsun, mən də böyük adam olum düşüncəsi ilə bu alınmayacaq. Maksimum dərəcədə məqsəd qoymaq. Bu məqsəd həm şəxsinizlə bağlı ola bilər, həm ailənizlə bağlı ola bilər, həm özünüzün dediyim kimi gələcəyinizlə bağlı ola bilər, hər şey ola bilər. Səlinə xanım, rubrikamızda iştirak etdiyiniz üçün sizə təşəkkür edirik. Belə əziz tamaşaçılar, səmimi söhbət rubrikamız başa çatır. Rubrikamızın çəkilişində göstərdiyi köməyə görə Qraf Hotelə minnətdarlığımızı bildiririk. Yenidən görüşmək ümidi ilə sağlıqla qalın.